Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərə ümumi ədəbiyyat haqqında danışacağam. Qeyd edim ki, bu mənim kanalımın ilk videosudur. Ümid edirəm kanalımın kimlərəsə faydası toxunar. İlk olaraq baxaq görək bu ədəbiyyat nədir? Ədəbiyyat bizə nə öyrədir? Ədəbiyyat ədəb, mərifət sözündən götürülmüşdür. Onun əsas vəzifəsi insanı tərbiyə etmək, dünya görüşünü inkişaf etdirmək, insanın özünü dərk etməsinə kömək etməkdir. Ədəbiyyat iki cür yaranıb və inkişaf edir. Şifahi ədəbiyyat, yazılı ədəbiyyat. Şifahi ədəbiyyat ağızdan ağıza keçərək yaranıb, buna görə də çox variantlıdır. Misal üçün, mən bir dostuma deyirəm ki, bugün kassada düz 10 dəqiqə sıra gözləmişəm. O da gedir dostuna deyir ki, Səba bugün düz 15 dəqiqə sıra gözləyib. Digəri dostuna deyəndə deyir, Səba 20 dəqiqə gözləyib. Digəri deyir, 25 dəqiqə gözləyib. Yəni, bu şifahi danışıqdır da. Ağızdan ağıza keçdiyinə görə çox variantlıdır. Yox, əgər mən bu 10 dəqiqə gözlədiyimi dostuma vərəqə yazıb versəydim, o unudardı onu. 15 deyərdi, 10 yazmışamsa 10 da deyərdi. Ona görə şifahi ədəbiyyat çox variantlıdır, yazılı ədəbiyyat isə tək variantlıdır. Yəni, nə yazılıbsa elə odur. Şifahi ədəbiyyat yazılıya görə daha qədimdir. Bunların ortaq cəhəti hər ikisi xalqa xidmət edir, hər ikisi həyatı əks etdirmə baxımından lirik, epik, dramatik növlərə ayrılır. Ədəbiyyatda iki dil anlayışı var. Ədəbiyyat. Əlbəttə, burada ədəbi dil olmalıdır. Ədəbi dil. Bir də ədəbiyyatda nə olur? Əsərlər. Əsərlər hansı dildə yazılır? Bədii dildə. Ədəbi dil canlı xalq danışığına əsaslanır. Müəyyən normalar ki var, onlara tabedir. Bədii dil də canlı xalq danışığına əsaslanır. Lakin bədii dil hansısa normalara tabe deyil. O, müəyyən qədər müstəqilliyə malikdir. Və bəzi ifadələr var ki, biz bunları ədəbi dildə işlədə bilmərik. Lakin elə bədii dilin canı budur. Bədii dildə olur şivələr, varvarizmlər, vulqarizmlər, neologizmlər, arxaizmlər. Bu saydıqlarım bədii dildə işlənə bilər, amma ədəbi dildə işlənə bilməz. Baxaq görək bu anlayışlar nələrdir? Şivələr ayrı-ayrı bölgələrdə işlədilən sözlərdir. Misal üçün, bu sözlərə nimdar, nalça, çolpa kimi sözlər aiddir ki, bu sözləri yalnız o bölgədə yaşayan adamlar başa düşür. Varvarizmlər başqa dillərə aid olan sözlərdir. Buna misal olaraq göstərə bilərik Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsərində tez-tez malades, spasiba, sabaka, naçalnik idiot bu kimi sözlərdən istifadə olunur. Bunlar rus sözləridir və varvarizmlərə daxildir. Vulqarizmlər kobud, nalayiq, ədəbi dildə işlənməsinə qətiyyən icazə verilməyən sözlərdir. Misal üçün, əsərlərdə qarşımıza çıxa bilər. Köpək oğlu köpək, hara aparırsan eşşəyi? Buradakı ifadə vulqarizmdir. Bədii dilə aiddir, ədəbi dilə aid deyil. Neologizmlər dilimizə sonradan gəlmiş, yeni yaranan sözlərdir. Misal üçün, internet, sayt, iPhone 17 Pro Max kimi sözlərdir. Arxaizmlər isə köhnəlmiş sözlərdir, yəni dilimizdə işləkliyini artıq itirmiş sözlərdir. Bir arxaizm söz deyək, misal üçün, ayıtmaq. Bu, bizim bildiyimiz kimisə yuxudan ayıtmaq, kimisə nədənsə agah eləyib gözünü açmaq mənasında işlənmir. Bu, qədim dövrlərdə ayıtmaq demək mənasında işlənirdi. İndi heç kəs kiməsə demir ki, gəl sənə bunu ayıdım. Belə demirik ki, deyirik gəl sənə bunu deyim. Yəni, artıq bu söz dilimizdə işləkliyini itirib, başqa sözlə əvəz olunub. Bu qədər əziz dostlar, artıq ədəbiyyat haqqında müəyyən qədər məlumatımız oldu. Gələcək dərsimiz ədəbiyyat nəzəriyyəsində nəzm və nəsr olacaq. İzləmədə qalın. Qalın ki, kanalda paylaşılacaq daimi dərslərdən yararlana biləsiniz. Və videomu bəyəndinizsə like etməyi unutmayın zəhmət olmasa. Şərh bölməsində fikirlərinizi, suallarınızı gözləyəcəm. Sağ olun dostlar.